Axirət günə iman insan ölümündən başlayır. Ölümə iman eləmək. İnsan öləcək. Həmçinin iman eləmək qəbir neymətlərinə və əzabına. Qəbir neymətinə və əzabına iman eləmək. Orada ya neymətdir, ya əzabdır. Sonra iman eləmək surun üfürülməsinə. Surun üfürülməsi. Sur 2 dəfə çağırılacaq. Və ikinci çağırılışda hamı qalxacaq və qəbirlərindən çıxacaq və Allah Taala'nın qabağına, huzuruna gedəcəklər. O gün başqa gediş yeri də olmayacaq. İnsan qəbrindən necə çıxacaq? Rəsul qardaş. Onlar qəbirlərini Allah Taala vurur ki, o bir nə onun adı nədir? O uçan bir şey var ya. Mən də xatırlamıram. İldırım vurmuş kimi belə deyirsə, Allah Taala onlara deyir. Yox, Allah Taala onlara vəsf edir bir şey. Bir çəyirtkə kimi. Çəyirtkə kimi dəstə-dəstə Allah Taala'nın qabağına gedəcək. O cür çıxıb ildırım vurmuş kimi də bəli, hədisdə gəlib ki, onlar sanki elə bir ki, ildırım vurub qorxu fəza deyirlər. Yəni şiddətli bir qorxu şəklində. Fəza yəni pis bir qorxudur. Bəli, Allah Taala Quran-Kərimdə o cür vəsf edib həmçinin. Libassız, lüt. Allah Peyğəmbər sallallahu əleyhi və səlləm ki, qiyamət günü lüt olacaqlar və həmçinin xitam olmayacaqlar. Sünnət olmayacaqlar. Amma Allah Taala'nın qabağına gedəcək. Hətta Ayşə rəziyallahu anha soruşur ki, məgər o insanlar bir-birinə baxmayacaq. Deyir ki, o günün şiddəti, o gün olan şiddət daha, yəni o baxmaqdan daha çətin, daha necə deyirlər, daha vaxtın olmayacaq. Yəni onların bir-birindən müqayisəsi heç mümkün deyil. Çünki nə qədər insanlar olur ki, məsələn, dirilməyi inkar edirlər. Bəli. Yəni dirilməyi inkar edirlər, lakin o vaxtda ki, onları Allah Taala qəbirdən çıxardanda onlar həqiqətən də şokda olacaqlar. Sözün əsl mənası ki, yəni ki, subhanallah, peyğəmbərlərin dedikləri, dəvətçilərin dedikləri haqqmış. Həmçinin həşr olunmağa iman eləmək, hesaba iman eləmək, tərəziyə iman eləmək, qiyamət günü tərəzi qoyulacaq və sirata iman eləmək, siratın üstündən keçəcək hamı. Və cənnətə və cəhənnəmə və orada olan neymətə Sirat körpüsünün qısa olsa bunları vəsf edir. Sirat körpüsü cəhənnəmin üzərindən cənnətə bir körpüdür, tükdən incədir, qılıncdan itidir. Və kim keçə bilmək qırağından da qırmaqlar var. Onlar yellənəcəklər belə. Və kimə dəydi, tutdu, atacaq cəhənnəmə. Günahkarlar. Bəli, kimə dəydi, cızdı belə, amma tutmadı, o keçəcək. Hədisdə gəlir. Və iman edirik ki, o körpüdən ildırım surəti ilə, at surəti ilə, qaça-qaça, quş surəti ilə, yeriyə-yeriyə, iməkliyə-iməkliyə keçənlər olacaq. Allah Taala bizi ildırım surəti ilə salsın. Amin. Bu da insanların, yəni günahlarının dərəcələrinə uyğun. Dərəcələrinə görə olacaq, bəli.